Salam əziz izləyicilərim, xoş gördük Xatirə Mətbəxdə. Mən bugün Napolyon tortu hazırlayıram. Sizinlə də bölüşürəm. Reseptin dəqiqliyinə qeyd eləyəcəm. Deməli, 1 kilo yağdır. Elə belə deyim də, reseptin yenə sizə bir yazacağım. Amma bu 2 resepti bir yerdə eləyirəm. Sizə bir porsiyon reseptin yazaram inşallah, qeyd eləyərəm. Burada mənim 1 kilo kərə yağıdır. 11 stəkan, 200 qramlıq stəkanla 11 stəkan undur. Yumurtadır, biraz sirkədir, soyuq sudur. Əməlli başı soyuğa, lap buz, içərisində buz da olsa lap əla olar. Əlimi qətiyyən vurmuram, mən döymə xəmir edirəm. Döyməni mən həmişə belə eləyirəm. Umac eləyənlər ona da döymə deyir. Dəfələrlə qeyd eləyirəm. Hər dəfə də çəkiliş çəkəndə mən onu qeyd eləyirəm ki, umac döymə xəmirdir. Onun elə adı umac xəmirdir. Döymə xəmir bax belə olur. Əl vurmursan qətiyyən, döymə eləyirsən, ona görə də onun Napolyonu çox gözəl olur. Ancaq səliqəyə salırsan, bunu əlinə bunu nə yoğurmursan, nə ancaq axıra qədər belə qəşəng döyürsən onu, hazırlayırsan, yığıram bir yerə, 2 yerə böləcəm bunu. Yəni biri 500 qram yağ, 5 stəkan yarım un, 1 porsiyadır. Mən 2 pors bir yerdə eləmişəm. Bax, bunu da belə yığıram bir yerə, salafana qoyuram soyuducuya. Bunu axşam xəmirini elib səhər də bişirə bilərsiniz. Ya da ən azından 2-3 saat soyuducuda qoyun, sonra bişirin. Ən yaxşısı xəmiri eləyib axşam səhər bişirməkdir. Əməlli başlı yağ bərkiyir. Yəni yağ əriməməlidir. Bilirsiniz, o qızardıqca, qızara o qat-qat olmalıdır. Yağ hardakı əriyir, qat-qat orada olur. Da tamam yağ una qarışsa, xəmirə qarışsa, o elə də qat-qat olmayacaq. Qəşəng bunları da kündəliyirəm. Bax, görürsünüz, arası qat-qat yağdır, o donub. İndi onu yayıb bişirəndə olacaq qat-qat. Çox dadlı, ağızda əriyən, ləzzətli, tamlı. Ən sevdiyim Napolyon xəmiri bu xəmirdir. Cürbəcür Napolyonlar var. Ən ləzzətlisi, ən qəşəngi, ovulanı bu xəmirdən olan Napolyondur. Qəşəng bir yayıram, hazırlayıram, bişirirəm. Yumşaq, kim ki Napolyonu çox yumşaq sevir, yumşaq olsun, biz xırt-xırt istəyirik, məsəl üçün. Siz yumşaq istəyirsiniz, onda bişirmə krem hazırlayın. Bişirmə kremlə, kərə yağı ilə eləyirsən kremin, o yumşaq olur. Amma kim ki Napolyonu xırt-xırt istəyir, istəmir yumşaqsın. Məsələn, biz ailəvi bütün xırt-xırt xoşlayırıq. Onda mən bişirmə krem eləmirəm. Bax, indiki kimi eləməyəcəm buna bişirmə krem. Yağ, qatılaşdırılmış sütün bişmişi, bir də elə qatılaşdırılmış sütün özünün aralarına da biraz kreminə də vururam, aralarına da əlavə eləyirəm. Tortlar bişdi, qəşəng korjlar bişdi, hazır oldu. Ovuntu ovuram. İndi ondan bir dənə, 2 dənə götürürəm. Xəmiri çox eləmişəm, 12 gün dedi, 13 gün dedi belə. Bax, belə kremin görürsünüz, kərə yağa 250 qram əlavə eləmişəm. Çox yağ lazım olmur. Elə buna əsas bu qatılaşdırmış sütün bişmişin çiyin əlavə eləyirsən. Çox ləzzətli, çox dadlı krem olur. Bax, görürsünüz, biraz da malakon, qatılaşdırmış sütün özünü əlavə eləyirəm. Bir də kremi çəkdikcə aralarına qatılaşdırmış sütü belə gəzdirirəm. Çox yaraşır, çox dadlı olur, ləzzətli olur. İnşallah siz bir də belə bişirin, bu kremlə belə bişirin, görün necə dadlı olur. Yox, yumşaq istəyirsinizsə, mən deyən kimi bişirmə kremlə eləyim. Bişirmə krem ən çox yaraşır ballı torta. Ballı torta hökmandı bişirmə krem ki, yumşaltsın. Bir gün qabaqdan onu da eləyirəm. Amma belə, bax, xırt-xırt olmaq üçün kremi belə eləyin. Çox gözəl, çox ləzzətli. Neçə gündə söz qalır soyuducuda, heç bir qorxusu yoxdur. Əgər bişirmə kremi eləyirsinizsə, bişirmə kremli tortları çox saxlamaq düzgündür. Qaymaqla da elədiyiniz tortu
mümkündür. Çox saxlamaq olmur, tez xarab olur. Onu bir günə, yəni uzaqbaşı səhəri yeyib bitirməlisiniz ki, o qalmasın. Amma belə kremlə olunan tortlar neçə gün istəyirsiniz, əməlli başı soyuducuda qalır, heç bir qorxusu yoxdur. Yəni bir zəhərləmə bir şey ola bilməz. Amma bişmə krem qorxuludur. Bişmə kremi çox saxlamaq olmaz. Qaymaq ümumiyyətlə çox saxlamaq olmaz qaymaq. Mən qaymaqlı krem sevmirəm, nə də eləmirəm heç vaxt. Ancaq dədə-baba qaydası ilə qədimi kremlər eləyirəm, qədimi tortlar eləyirəm. Bizdə ən sevilən tortlar belə tortlardır. Hazır oldu tort, qəşəng. Gördüyünüz kimi üst-üstə. Bunun bibəri bəzəyi yoxdur. Xoşlamıram heç Napoleona meyvə zətdə qoyulur, heç nə. Ancaq ovuntu eləyirsən, qəşəng gördünüz, qat-qat qəşəng. O cür nazik yaymışdım mən. O nazik yuxalarda bişdikcə qat-qat ayrılırdı. O çox soyuq suyla olunur, elə də qalır, donur. Sağ olun, sağlıqla qalın.